Hi there, it's me Esmira from Qajar Academy. Bugün biz sizinle IELTS listening hakkında danışacağıq. Önceki dərsdə mən sizə Writing Task 2-dan izah vermişdim. Bu dəfə istəyirəm listening haqqında danışaq. Keçən dərsimizdə olduğu kimi bu dərsdə mən sizə ümumi bir giriş verəcəm, ümumi bir izah verəcəm listeninglə bağlı. Hansı növ suallarla qarşılaşa bilərik, bizə nə qədər müddət verilir və biz bu müddəti necə idarə edə bilərik. Daha sonra isə sual tiplərindən nümunələr göstərəcəm sizə. İlk növbədə listening haqqında ümumi bir məlumat alaq. IELTS-in listening hissəsi tam olaraq totalda 40 dəqiqədən ibarətdir. Bunun 30 dəqiqəsində siz audionu dinləyib suallarınızı cavablandırırsınız. Geriyə qalan 10 dəqiqəsində isə sizə vaxt verilir ki, cavablarınızı cavab kağızına transfer eləyəsiniz. Ona görə də totalda 40 dəqiqə kimi bir müddət nəzərinizdə saxlayın. Burada audio təkrar oynadılmır, sadəcə olaraq bir dəfə dinləmə şansımız olur və bu 30 dəqiqənin içərisində həm dinləyib, həm sualları cavablamalı olduğumuza görə bizim burada müəyyən tipslərə, müəyyən taktikalara ehtiyacımız olur. Biz eyni anda həm time management etməyi bacarmalıyıq, həm sual növlərindən xəbərdar olmalıyıq, həm diqqətimizi cəmləməliyik, eyni zamanda da sualları düzgün şəkildə cavablandırmağa çalışmalıyıq. İlk növbədə bunu demək istəyirəm ki, IELTS general və akademik olaraq iki yerə bölünür. Ancaq hər ikisində dinləmədə eşidəcəyiniz audio eyni olur. Yəni aralarında bir fərqlilik olmur və eyni qaydada da qiymətləndirilir. Hər bir namizəd, hər bir kandidat eyni testi götürürlər. Söhbət listeningdən gedir təbii ki. Baxmayaraq ki, siz paper-based götürmüsünüz imtahanı ya computer-based götürmüsünüz, listening suallarınız və audionuz eyni olacaq. Burada dəyişən tək şey ondan ibarətdir ki, sizin transfer vaxtınız və suallara verdiyiniz cavabları yoxlama vaxtınız fərqlənir. Bayaq da qeyd etdiyim kimi, totalda 40 dəqiqə vaxtımız və 40 sualımız var. Part var. İlk növbədə bunların haqqında məlumatları qeyd edeyim mən. Ümumi olaraq bu bizim vaxt bölgümüzdür. Bundan əlavə olaraq sectionlar üzrə, yəni partlar üzrə bizə düşən dialoqlar, bizə düşən monoloqlar bir-birlərindən fərqlənir. Məsələn, Part 1-da, Section 1-da adətən iki şəxs danışır. Bu iki şəxsin danışıqları telefon conversationından ibarət ola bilər və yaxud da hər hansısa bir kursla bağlı məlumat almaq, hər hansısa bir restoranda yer rezervasiyası, bir ev kirayəsi, ümumi olaraq bu mövzulardan söhbət gedir. Burada sizin üçün spesifik informasiyalar verilir. Məsələn, xüsusi adlar, yerlər, tarixlər, telefon nömrələri, bunlar verilir sizə. Çünki bunlarla bağlı növbəti hissələrdə suallarla qarşılaşırsınız. Section 2-da bu biraz daha fərqlənir. Fərqlilik nədən ibarətdir? Burada sadəcə one speaker, yəni bir şəxs olur və bu danışan şəxs adətən bizə burada bələdçilik etməyə çalışır. Ümumiyyətlə etdiyi bələdçiliklə bağlı məlumat verir. Bu hər hansısa bir tikili haqqında, hər hansısa bir istirahət yeri haqqında, bir şirkət və yaxud da bir xeyriyyə təşkilatı haqqında məlumat ola bilər. Növbəti hissə section 3. Bu hissədə adətən çox speaker olur, 3 və ya 4 nəfərdən ibarət olur və burada akademik bir müzakirə gedir. Ümumiyyətlə təxmin edə biləcəyiniz kimi suallar asandan çətinə doğru davam edir. Çünki hər dil səviyyəsində şəxsə xitab etməyə çalışırlar. Burada məqsəd odur ki, həm belə deyək, daha aşağı dil səviyyəli şəxsin cavablandıra biləcəyi suallar, həm də daha akademik bilən şəxslərin cavablandıra biləcəyi suallar yer alsın və buna görə də Section 3 və Section 4-də suallarımız daha çətin olur və daha akademik olur, belə deyək ki. Və burada da bayaq da qeyd etdiyim kimi akademik bir diskussiya gedir, akademik bir müzakirə gedir.
Burada ya iki tələbə hər hansısa bir professorla danışa bilər, öz fənlərinin, öz keçdiyi dərslərin müzakirəsini apara bilər və yaxud da ə, hər hansısa bir tələbə özünün mənbələrindən danışa bilər, istifadə etdiyi mənbələrdən danışa bilər və sair. Və sonuncu olaraq Section 4 gəlir, hansı ki, tələbələrin ən çox səhvlərinin çıxdığı yerlərdən biridir. Çünki 3 sectiondan biraz daha fərqlənir. Burada baxmayaraq ki, danışan şəxs bir nəfərdir, burada bizdə academic lecture olduğuna görə, hər hansısa bir mühazirədən danışıldığına görə terminlərdən və spesifik sözlərdən çox istifadə olunur. Ona görə də bu hissənin çətinlik səviyyəsi digər 3 hissəyə nisbətdə çox-çox daha çətindir. Test irəlilədikcə, proqres etdikcə sualların da çətinlik dərəcəsi artır. Ən asan hissə birinci hissə, ən çətin hissə isə dördüncü hissədir. Paper-based-də, yəni kağız əsaslı verdiyiniz imtahanda 10 dəqiqə sizə cavablarınızı digər vərəqə transfer etməyə, kompüter əsaslı imtahanda isə 2 dəqiqə sizə öz qeyd etdiyiniz cavabları yoxlamağa verilir. IELTS beynəlxalq bir imtahan növü olduğuna görə qarşılaşacağınız aksentlər böyük ehtimal ki, British or Australian olacaq. Hər hansısa bir American aksent eşidəcəyinizi düşünmürəm. Dinləmə sadəcə bir dəfə qoşulacaq, bir dəfə istifadə olunacaq və ikinci dəfə bunu eşidə bilməyəcəksiniz. Ona görə də siz daha əvvəldən praktika etdiyiniz müddətlərdə gərək çalışasınız ki, dinləməni sadəcə bir dəfə edəsiz, bir neçə dəfə təkrar etməyəsiz. Beləliklə həm bacarıqlarınızı, həm də time management. Bundan əlavə olaraq ümumi səhvlərin daha çox çıxmasına səbəb olan şeylərdən biraz danışaq. Ümumiyyətlə burada əgər hazırlaşırsınızsa, artıq məlumatlısınız, cavabların cavab vərəqinə köçürülməsinin, transfer vərəqinə köçürülməsinin özünün belə qaydaları var. Əgər orada bir hərf səhvi və yaxud da hər hansısa kiçik bir səhvlik olarsa, cavabınız avtomatik səhv götürülür. Ona görə də tövsiyə edərdim ki, bütün sözü, daha doğrusu sözü bütövlükdə böyük hərflərlə yazasınız. Məsələn, bu formada yazmağın əvəzinə bu formada yazsaz, bu daha yaxşı olar. Yəni ən azından səhv olma ehtimalını, səhv götürülmə ehtimalını aradan qaldırmış olarsınız. Növbəti problemlərdən biri spelling problemidir. Spelling problemi deyildikdə nə nəzərdə tutulur? İlk partda sizə bayaq da qeyd etdiyimiz kimi spesifik yer adları, nömrələr, hər hansısa rəqəmlər, e-mail adresləri və s. qeyd olunur və sizdən bunları boşluqlara qeyd etməyiniz istənilir, tələb edilir. Yəni bir növ sizə imla şəklində deyilir və sizin onu yazmağınız tələb edilir. Bu zaman hər hansısa hərf səhvi, hər hansısa rəqəm səhvi totalda sizin cavabınızın səhv olmasına aparıb çıxardır. Ona görə də edə biləcəyimiz şeylər nələrdir deyə baxsaq, ya ilk əvvəllərdən ciddi şəkildə bu mövzu üzrə praktis etməliyik, yaxşı bir praktikamız olmalıdır. Ya da imtahan anında ola bilər stress olsun və yaxud da tələsək, nəyisə çatdıra bilməyək yazmağı. O zaman belə bir şey edə bilərsiniz ki, orada sizə deyildiyi qaydada vərəqinizə yazasınız. Vərəq zaten sizə aid olacaq. Vərəqinizə yazasınız və daha sonra transfer edəndə artıq yazılış qaydasında yazasınız. Bir də tələbələrin ən çox problemi olan şeylərdən biri cəm şəkilcisi olan S şəkilcisidir. Çünki bir çox hallarda bunu eşidə bilmirlər və S-i yazmırlar. Ancaq cavabda isə cavab S-lə verilmiş olur və cavab səhv götürülür. Və digər məsləhət görəcəyim şey budur ki, əgər dinləmə tutaq ki, dinləmənin öncəsində zaten sizə qeyd olunur ki, sizə 1 dəqiqə vaxt verilir. 1 dəqiqə vaxt ərzində, məsələn, birinci sualdan 5-ci suala qədər baxa bilərsiniz. Siz bu 1 dəqiqə ərzində birinci sualdan 5-ci suala qədər olan hissəni nəzərdən keçirdin və çalışın ki, 6-cı suala da baxın. Hər zaman 1 və ya 2 sual öndə olun. İlk hissədə ən çox düşən sual tiplərindən biri sentence completion, yəni cümlə tamamlamasıdır. Ümumiyyətlə boşluqların doldurulması ilə bağlı sual növləri düşür. Action'da və 1-dən 10-a qədər suallar burada qeyd olunub və bizə boşluqlar verilib, həmin boşluqların doldurulması tələb edilir.
Bunu hansı qaydada edəcəyimizi izah edəcəm. Sadəcə ilkin olaraq sualla tanış olun. Biz ilk olaraq buradakı bizə verilən tapşırığın şərtini diqqətli şəkildə oxumalıyıq. Baxın, burada bayaqki kimi qeyd olunub one word and or a number. Bu deməkdir ki, ya bir söz, bir rəqəm, ya da bir söz və bir rəqəm qeyd edə bilərik. Bunu diqqətdə saxlayaraq cavabları elə yazmalıyıq. IELTS listeningin ən çox istifadə etdiyi şeylərdən biri, taktikalardan biri ə, öncədən predict etmək bacarığıdır. Bizdən tələb etdiyi budur. Yəni biz öncədən cavabları təxmin etməyi bacarmalıyıq, cavabları görməyi bacarmalıyıq. Suallar hansı ardıcıllıqla verilibsə, eyni ardıcıllıqla da cavablar davam edəcək. Cavabları necə təxmin edə bilərik? Gəlin biraz onun da haqqında danışaq. Boşluğa baxıb bunun hansı nitq hissəsi olduğunu təxmin edə bilərik və yaxud da yanında qeyd olunan artikellara əsasən məntiq yürüdərək burada hansı cavabın gələ biləcəyini biz düşünə bilərik. Məsələn, bu birinci suala baxdıqda name of agent dediyinə görə artıq burada adı veribsə, növbəti hissədə soyadın gələcəyini bilirik və bu o deməkdir ki, spell olunacaq, hərf-bə-hərf deyiləcək. Ona görə burada diqqətli olmalıyıq. Artıq burada telefon nömrəsini özü verib və burada best to call her in the qeyd olunub. Bu in-dəyə əsasən mən burada və best to call her verdiyinə görə öncəsində məntiq yürüdərək bunun bir zaman dilimi olduğunu, bir period olduğunu müəyyənləşdirə bilərəm. Eyni qaydada gəlib buradakı sualları nəzərdən keçirdə bilərəm. Və bunu da qeyd edim ki, burada sizə boldla verilən hissələrə diqqətli yanaşın. Bu hissələrdə adətən speaker arada bir pauza verir və bu o deməkdir ki, 2-nin cavabını verdim, artıq typical jobs hissəsinə keçəcəm. Burada artıq işlə bağlı bizə ümumi məlumatlar verilir. Bizdən hansı bacarıqların tələb olunduğu və s. qeyd olunur. Must have good, boşluq qoyub skills. Hansı bacarıqlar bizdən tələb olunur? Bunu bu formada nəzərdə saxlayıram ki, burada hər hansısa bir bacarığın adı gələ bilər. Communication gələ bilər, language skills gələ bilər, hər hansısa bir növü gələ bilər. Hətta computer skills bəlkə gələ bilər. Jobs are usually for at least one. Qarşısında rəqəm verdiyinə görə mən burada artıq time gələcəyini, vaxt periodu gələcəyini təxmin edə bilərəm və yaxud da nəyinsə sayının verildiyinə görə burada isim gələcəyini təxmin edə bilərəm. Burada isə qarşısında artıq valyutanın vahidi qoyulduğuna görə, göstəricisi qoyulduğuna görə artıq aydındır ki, burada da rəqəm gələcək. Where buradakı artikelına görə gələcək şeyin isim olduğunu təxmin edə bilirəm. Eyni qaydada intervyuya nəyin geyinilə biləcəyini təxmin etməyə çalışıram. Düşünürəm ki, bu kostyum ola bilər. Ona görə suit sözünü burada qarşısında qeyd edirəm ki, doğru olma ehtimalı var, dinləmədə eşitmə ehtimalım var. Must bring your boşluq qoyub to the interview. İntervyuya özünüzlə nə isə gətirməlisiniz. Bu nə ola bilər deyə düşünməyə başlayıram. CV ola bilər, ID card, yəni identification card, şəxsiyyət vəsiqəsi ola bilər və yaxud da certificate, sertifikatlar ola bilər. Bunu da nəzərdə saxlayıram. They will Bunu qeyd etməliyəm ki, suallar sizə verildiyi cümlələr dinləmədə eşidilməyəcək. Çünki task 2-da da dediyimiz kimi IELTS paraphrasingi sevir. Sinonimlərdən istifadə etməyi, cümlələrin quruluşunu dəyişdirməyi, amma əsasında mənanı eyni saxlamağı sevir. Ona görə də biz hər zaman diqqətli olmalıyıq və eyni zamanda beynimiz bu sözlərin sinonimlərini də axtarmalıdır. Məsələn, burada skills sözü görürəm. Bunun sinonimlərini axtararkən ağlıma ability sözü düşür və yenə vərəq mənim olduğu üçün mən qarşısında ability sözünü qeyd edə bilərəm. Və çalışın ki, bu sözləri özünüz üçün işarələyin. Tutaq ki, burada skills sözünə qarşı diqqətli olun. Burada bu göstəricini unutmayın. Must var burada. Malı, məli, məcburiyyət göstərir. Yəni özünüz üçün buradan açar sözlər seçməyə çalışın eyni zamanda.
Və cümlədə nəyisə predict etmək istəyirsinizsə, qrammatik bir bazamız olmalıdır, qrammatik bir əsasımız olmalıdır ki, mən artıq burada başa düşə bilim ki, tutaq ki, sözün qarşısında hər hansısa bir article qoyulubsa, orada nə gələ bilər, hər hansısa bir söz qoyulubsa, lexical resursum yaxşı olmalıdır, düşünməliyəm ki, burada bu gələ bilər. Yəni öncədən təxmin etməyi bacarmalıyam. Mən dinləmədən bir hissəni qoşacağam və biz buradakı ilk suallara cavablandırmağa çalışacağıq. Siz də mənimlə bərabər şəkildə cavablarını yazmağı qeyd etməyi unutmayın. Part 1. You will hear a woman phoning a friend to get information about a job agency. First, you have some time to look at questions 1 to 5. Gördüyünüz kimi burada bizə birinci sualdan 5-ci suala baxmaq üçün vaxt verdi. Amma biz bu vaxt ərzində sadəcə 1-dən 5-ə qədər deyil, 6-cı, hətta bacaracaqsa, çatdıracaqsa 7-ci suala da baxacağıq ki, buradakı sualdan öndə olaq. And answer questions 1 to 5. Hello, William. This is Amber. You said to phone if I wanted to get more information about the job agency you mentioned. Is now a good time? Hi, Amber. Yes, fine. So the agency I was talking about is called Bankside. They're based in Docklands. I can tell you the address now. 49... Artıq burada adresi eşitdiyimizə görə bilirik ki, söhbət buradan gəlir və bu cümlə bitdikdən sonra mənim ilk sualımın cavabı gələ bilər. Ona görə çox diqqətli dinləyirəm. Address now, 497 East Side. Okay, thanks. So is there anyone in particular I should speak to there? The agent I always deal with is called Becky Jameson. Let me write that down. Becky Jameson. Jameson. Siz bu müddət ərzində hərfləri qeyd edib cavablandıra bilərsiniz. Daha sonra isə mən düzgün cavabı qeyd edəcəm. Okay. Qeyd etdiyi kimi Jameson yazmışıq bizdə. O-N. Do you have her direct line? Yes, it's in my contacts somewhere. Right, here we are. 07866 510 333. Burada nömrəni qeyd etdiyinə görə mən artıq ikinci gələcək boşluğa ikinci cavabı gözləməyə başlaya bilərəm. I wouldn't call her until the afternoon if I were you. She's always really busy in the morning trying to fill last-minute vacancies. She's really helpful and friendly, so I'm sure it would be worth getting in touch with her for an informal chat. Artıq bu hissəyə qədər zaten buradakı sualın cavabını verdi. Mən də sizə bir müddət vaxt verirəm. Siz həmin müddət ərzində doğru cavabınızı qeyd etməyə çalışın. Daha sonra mən yenidən düzgün olan cavabı qeyd edəcəm. Cavab burada afternoon idi. Çünki Beckinin səhər saatlarında məşğul olduğunu, ən yaxşı vaxtın isə bu vaxt periodu olduğunu qeyd etmişdi. Burada nəzər salsaq, yəni audionun yazılı versiyasına nəzər salsaq, görəcəyik ki, burada da Jameson şəklində qeyd ediblər. İkinci hissədə isə, ikinci sualımızın cavabında isə speaker, yəni William qeyd edir ki, I wouldn't call her until the afternoon if I were you. Mən əgər sənin yerinə olsaydım, mən ona günortadan sonraya qədər zəng etməzdim. She is always really busy in the morning trying to fill last-minute vacancies. O səhər saatlarında çox məşğuldur. Son anda gələn vakansiyaları doldurmağa çalışır. Tapşırığın üzərində də gördüyümüz kimi
IELTS isə ən vacib məqamlardan biri practice etməkdir. Eyni zamanda güclü bir grammar bazasına və leksikal bazaya malik olmaqdır. Əgər bunlara sahibsinizsə, zaten çox bir çətinlik çəkməyəcəksiniz. Ancaq hər zaman listening və reading ilə bağlı digər partlarla bağlı olduğu kimi çoxlu practice etməli, sual tipləri ilə yaxından tanış olmalıyıq. Ümid edirəm ki, bu video sizin üçün yararlı olar. Digər sual tiplərini isə növbəti videolarda birgə müzakirə edərik.